Turizm biznesinə başlamaq istəyirsən, amma haradan başlamaq olduğunu bilmirsən, daxili turlar, xarici turlar, aviabiletlər, B2B və B2C anlayışlarını eşidirsən, amma bunların fərqi nədədir bilmirsən, gəlin birlikdə sadə və aydın şəkildə baxaq. Turizm biznes modelini necə anlamaq olar? İlk növbədə turizm fəaliyyətləri iki əsas istiqamətə bölünür. Daxili turlar və xarici turlar. Daxili turlar ölkə daxilində təşkil olunan səyahətlərdir. Burada məqsəd yerli turizmi inkişaf etdirmək və daxili bazarda stabil gəlir qazanmaqdır. Xarici turlar isə müştərilərin başqa ölkələrə səyahət etməsini təmin edir. Bu istiqamət isə daha çox valyuta gəliri və beynəlxalq əlaqələr tələb edir. Amma eyni zamanda risklər və xərclər də daha çox olur. Turizm şirkəti təkcə turlarla deyil, eyni şəkildə də aviabiletlər, viza, sığorta və otel rezervasiyası kimi xidmətlər təqdim edir. Bəzən isə şirkətlər yalnız bir istiqamətə fokuslanır. Məsələn, bilet satışına və ya korporativ səyahətlərə daha çox fokuslanırlar. Çünki bu biznes modelini daha sabit və idarə edilən edir. Turizm biznesində iki əsas satış modeli var. B2B və B2C. B2B business to business açıqlaması. Yəni, sən xidmətini başqa şirkətlərə satırsan. Misal üçün, otellərə, agentlərə və ya korporativ müştərilərə. B2C isə açıqlaması business to customer. Bu isə birbaşa müştəri ilə işləməkdir. Bu, fərdi turistlər, ailələr və dost qrupları ola bilər. Əgər yeni başlayırsansa, əvvəlcə bir istiqamətə fokuslanmağın daha doğrudur. Misal üçün, yalnız daxili turlar və ya aviabilet satışları ilə başla. Tədricən təcrübə və müştəri bazası artdıqca xarici turlar və B2B əməkdaşlıqlara keçid edə bilərsən. Turizm biznesinə başlamaq istəyirsənsə, bu seriyanı izləməyə davam et. Çünki daha çox faydalı video gələcək.